Salam, mən Kəmaləyəm. Speak Spark with Kəmalə kanalına xoş gəlmisiniz. Əgər ingilis dilində rahat danışmaq, filmləri daha yaxşı başa düşmək və gündəlik həyatda istifadə olunan söz və ifadələri öyrənmək istəyirsinizsə, doğru ünvandasınız. Bu kanalda hər dərsdə yeni sözlər, faydalı ifadələr və düzgün tələffüz və danışıq məşqləri olacaq. İngilis dilini kitab dili ilə yox, insanların real həyatda necə danışdığı ilə öyrənəcəyik. Videoları bəyənməyi, kanala abunə olmağı unutmayın. Və şüarımız belədir. Speak, express, inspire. Danış, ifadə et, cəsarətlən. Gəlin başlayaq. Bu qısa dialoqda öyrənəcəyimiz 5 ifadə ilə tanış olaq. How is it going? How is it going? İşlər necədir? İşlər necə gedir? I'm on my way. I'm on my way. Yoldayam. Take your time. Take your time. Tələsmə. No worries. No worries. Narahat olma. Problem deyil. Sounds good. Sounds good. Əla, razıyam. İndi isə sıra sizdədir. Mənimlə birlikdə təkrar edin. How is it going? Əla, davam edək. I'm on my way. Çox gözəl, davam edirik. Take your time. Əla. No worries. Əla, davam edirik. Sounds good. Əla, süpersiniz. Bugün bu 5 yeni ifadəni öyrəndik. İndi siz onları gün ərzində ən azı bir dəfə işlətməyə çalışın və sizə bir məsləhət verim. Əgər hər hansı bir ifadəni, sözü öyrənəndə onu təkrar-təkrar deməsəniz, təkrar-təkrar oxumasanız və həmin ifadələri istifadə etməyə çalışmasanız, öyrənməyiniz çox çətin olacaq. Çalışın hər gün bu ifadələri təkrar edin. Videonu bəyənmişsinizsə, kanala abunə olun. Növbəti dərslərdə görüşənədək. Speak, express, inspire. Danış, ifadə et, cəsarətlən.